Salam dostlar, söz birləşmələri və sintaktik əlaqələrdən yaşıl üzlü testdən ilk 30 testin izahını verəcəm. Birinci testə baxaq. Onun belə oxuması məni sevindirdi. Cümləsi haqqında verilən fikirlərdən doğru olmayanı tapın. Sevindirirdi kimi məni, nə onun oxuması. Mübtədanın ifadə vasitəsi isim birləşmədir. Bəli, 3-cü nöqtənin söz birləşməsidir. İsim birləşmə əsas tərəfi morfoloji cəhətdən feildir. Oxumaq məstərdir, feildir. İsmi əvəz edən birinci şəxs əvəzliyi sintaktik cəhətdən tamamlığın ifadə vasitəsidir. Məndən söhbət gedir, o tamamlığın ifadə vasitəsi C doğrudur. Amonimliyi olan sözlər müstəqil şəkildə cümlə üzrə ifadə vasitəsi deyil. Belə sözüdür, o sözüdür. Bunlar müstəqil şəkildə cümlə üzrə ifadə vasitəsi deyil. Ona görə D də doğrudur. Cümlə üzrlərinin ikisi sintaktik əlaqədə yalnız aslı tərəfdir. Burada yalnız aslı tərəfi olan məni sözüdür. Sevinirdi sözü həm əsas, həm aslı tərəf. Onun belə oxuması isə ancaq əsas tərəfdir. Ona görə E bəndi yanlış olacaqdır. 2 ilə davam edirik. Eyler-Venn diaqramına əsasən verilmiş cümlələri müqayisə edərək doğru fikri müəyyən etməliyik burada. İsmi birləşmə cümlə üzrə ifadə vasitəsidir. Sənin bütün təşəbbüslərin xalqın gələcəyini qorumaq üçündür. Xalqın gələcəyini qorumaq üçündür. Nə? Sənin təşəbbüslərin. Demək, isim birləşmə cümlə üzrə ifadə vasitəsidir. Bir yanlışdır. Çünki xalqın gələcəyi burada isim birləşməsidir. O, məsdər tərkibinin daxilində təhlil olunur. Şəxs əvəzli ixtisar edilsə, cümlə üzvlərinin sayı artsa da, sintaktik əlaqələrin sayı azalacaqdır. Əgər şəxs əvəzli ixtisar olunsa, sənin sözü burada. Burada cümlə üzvlərinin sayı artacaqdır. Nə? Təşəbbüslərin, hansı təşəbbüslərin? Bütün təşəbbüslərin. Əvvəl bir mübtədə idi, indi bir təyin bir mübtədə olacaqdır. Amma sintaktik əlaqələrdə də bir dənə yanaşma əlaqəsi olacaqdır. Yanaşma əlaqəsi olacaqdır. Amma sənin bütün təşəbbüslərin olduqda, burada artıq deməli, həm uzlaşma, həm idarə, həm də yanaşma əlaqəsi olacaq. 3 dənə sintaktik əlaqə olacaqdır. Və cümlə üzvlərinin sayı artır. Şəxs və cümlə üzvlərinin sayı artsa da, sintaktik əlaqələrin sayı azalacaq fikri. Sənin əvəzliyini ixtisar etsək doğru olacaqdır. Deməli, 2 cümlə üzvü olacaqdır. Əgər səninlə ixtisar etsək, sintaktik əlaqələrdə də əgər ixtisar etsək, bir dənə sintaktik əlaqə qalır orada. Bütün təşəbbüslərin, yəni yanaşma əlaqəsi. Fərqləndirilən söz çıxarılarsa, sintaktik əlaqələrin sayında dəyişiklik olacaqdır. 3 yenə də doğru olacaq. Fərqləndirilən söz çıxarsa, burada biraz əvvəl izah elədik. Sintaktik əlaqələr azalacaqdır. Burada da şəhərin kənarında olan böyük. Burada 2 dənədir, amma olanı buradan çıxarsaq artıq, deməli, burada olanla böyük arasında sintaktik əlaqəsi olmur. Yəni, şəhərin kənarında olan böyük bağçada ağaclar çiçəkləmiş. Şəhərin kənarında çiçəklənmiş ilə sintaktik əlaqəyə girəcəkdir. Amma burada olan böyük sözü ilə də sintaktik əlaqəyə girmişdi. Ona görə, deməli, sintaktik əlaqələrin sayı olan sözü olmasa azalacaqdır. Azaldığı üçün 3 də doğru olacaq. 4-ə baxırıq. Təsriflənməyən forma tərkib əmələ gətirib, bütün sintaktik əlaqələr işlənmişdir. Deməli, bütün sintaktik əlaqələr işlənmişdir fikri yanlışdır. Çünki burada, deməli, tabiəsizlik əlaqəsi yoxdur cümlələrdə. 5-ə baxırıq. Fərqləndirilən söz mürəkkəb sözün tərkib hissəsidir. Deməli, fərqləndirilən söz burada olan sözüdür. Mürəkkəb sözün deyir tərkib hissəsidir. Şəhərin kənarında olan bu yanlışdır. Çünki deməli, olan sözü burada mürəkkəb sözün tərkib hissəsi deyil. Əsas tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşmə cümlə üzrə ifadə vasitəsi deyil. Əsas tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşməyə baxaq. Şəhərin kənarında olan böyük bağçada ağaclar çiçəklənmişdir. Arada bağçada, hansı bağçada? Böyük bağçada. Burada bağçada sözü, deməli, cümlə üzrə ifadə vasitəsidir. Ona görə 6 səhvdə doğacaq. Burada 2, 3, C bəndi olacaq. 3 ilə davam edirik. Əridib gözlərimin qaralarını, ağaran saçlarına çəkin anamın nümunəsil təhlilinə aid olan fikri müəyyənləşdirin. Fərqləndirilən söz birləşməsinin aslı tərəfidir, təyinin ifadə vasitəsidir.
Anamın ağaran saçlarına çəkin. Burada ağaran sözü söz birləşməsinin daxilində gedəcəkdir. Ona görə təyin ifadə vasitəsi ola bilməz. A səhvdir. Feili bağlama tərkib əmələ gətirsə də feili sifət tərkib əmələ gətirməyibdir. Gözlərimin qarasını əridib. Feili bağlama tərkib əmələ gətirib, amma ağaran saçlarında ağaran sözü özündən əvvəlki sözü özünə tabe edib bilməyib, tərkib əmələ gətirməyib. Ona görə B bəndi doğrudur. Yərik halda olan istənilən sözün ixtisar edilməsi cümlə üzvlərinin sayına təsir edir. Deməli, bu səhvdir. Məsələn, əridib gözlərimin qaralarını, bunu gözlərimin sözünü çıxarsaq, qaralarını əridib olmuş olacaqdır. Yərik halda olan istənilən sözü ixtisar edilməsi cümlə üzvlərinin sayına təsir edir fikri yanlış olacaqdır. Çünki orada yenə də zəfli olaraq qalacaqdır. Artım olmayacaqdır ya da azalma olmayacaqdır. Feili bağlama tərkibinin aslı tərəfində uzlaşma əlaqəsi işlənmişdir. Deməli, feili bağlama tərkibinin aslı tərəfində uzlaşma əlaqəsi işlənməmişdir daha doğrusu. Amma işlənmişdir. Gözlərimin qarası, burada gözlərimin sözü uzlaşma əlaqəsinin əsas tərəfidir. Ona görə D bəndi doğru deyil. İsmi birləşmənin əsas tərəfi amonimdir. Gözlərimin qarası, qara sözü amonimdir. Sintaktik əlaqədə yalnız əsas tərəf kimi çıxır ki, gözlərimin qarasında qara sözü həm əsas, həm də aslı tərəf kimi olur. Yenə də anamın saçlarında da eyni qaydada saçları sözü həm əsas, həm də aslı tərəf olacaq. Ona görə E variantı yanlış olacaq. 4 ilə davam edir. Hansı cümlədəki sözü müxtəlif cür düşünülməsi onun işləndiyi tabelilik əlaqəsində də təsir edə bilər. Burada doğru cavab C bəndi olacaqdır. Qayadan xeyli daş qopardı. Neydi? Qopardı. Nə? Daş. Mübtəda olacaq, uzlaşma əlaqəsi olacaqdır. Qayadan xeyli daşı qopardı. Nə edərdi? Qopardı. Nəyi? Daşı, yəni daş burada qeyri-müəyyən təsirli halda olacaqdır. O zaman bu yəni idarə əlaqəsində daş sözü aslı tərəf olacaq. Deməli, C variantında qopardı sözünü iki cür tələffüz edəcək. Bir, arı leksik götürəcəyik. D-ni qrammatik, bir də qopmaqdan ar qrammatik, D qrammatik. Bu zaman daş bir mübtəda, bir də tamamlıq kimi sintaktik əlaqədə əsas və aslı tərəf kimi çıxış eləyə bilərdi. 5 ilə davam edirik. Verilmiş cümlənin təhlilə bağlı uyğunluğu müəyyən edin. Qız ürəyi zəif olan bir insan idi. Göy gurultusunu eşidən kimi evə qaçmaq istədi. Deməli, buradan doğru cavabı biz müəyyən etməliyik. Deyir, aslı tərəfi yəlik halda işlənmiş, iki isim birləşmə işlənmişdir. Deməli, qaçmaq istədi kim? Qız. Qaçmaq istədi. Göy gurultusunu eşidən kim? Qız. İnsan idi. Kim? Qız. Necə insan? Ürəyi zəif olan. Nə zaman? Göy gurultusunu eşidən kimi? Hara? Evə. Deməli, aslı tərəfi yəlik halda işlənmiş iki ismi birləşmə mən burada görmədim. Göy gurultusudur bir də. Ona görə bir səhvdir. Məsdər təsirli haldadır. Tərkib əmələ gətiribdir. İstəmək və başlamaq sözləri biz demişik ki, məsdərdən sonra gəldi. Onunla birlikdə bir cümlüzü olduğu üçün burada tərkib əmələ gətirməyibdir. Təsriflənməyən formalardan yalnız feili sifət tərkib əmələ gətirib. Bu doğru cavab göy gurultusunu eşidən kimi, ona görə yanlışın altına götürə bilmirik. Əsas tərəfi düzəltmə sözlə ifadə olunan söz birləşməsi göy gurultusu sözünə müstəqil şəkildə cümlə üzrün ifadə vasitəsidir. Xeyr, göy gurultusunu eşidən kimi feili bir sifətin tərkibində deməli işləndiyi üçün 4 yanlışdır. Yanlışın altına doğru cavabdır. Testin doğru cavabı D bəndidir. Yığışdırmaq metodları birləşməsinin təhlilinə aid olan fikri müəyyənləşdirməliyik. Aslı tərəfdə iki leksik şəkilçi işlənib, adlı halda olan məsdərdir. Aslı tərəfdə iki leksik şəkilçi işlənib, amma adlı halda deyil bu. Yığışdırmaq qeyri-müəyyən yəlik haldadır. Ona görə A bəndini götürə bilməliyik. Aslı tərəfi birgəlik növdə işlənmiş feildir. Əsas tərəfi isə hal şəkilçisi ilə amonim olan şəkilçi işlənibdir. Deməli, yığışdırmaq metodunda deməli birgəlik növdə işlənmiş feildir aslı tərəf. Aslı tərəf birgəlik növdə işlənmiş feildir. Əsas tərəfi isə hal şəkilçisi ilə amonim olan şəkilçi işlənibdir. Yığışdırmaq sözü birgəlik növdə ola bilməz. Birgəlik növdə mütləq sonu ış şəkilçisi ilə bitməlidir. Ona görə yığışdırmaq sözü məlum növdədir. B variantı ona görə yanlışdır. Aslı tərəfi məlum növdə işlənmiş, feildən düzəlmiş feildir, yəlik haldadır.
Aslı tərəfi məlum növdə işlənib. Bəli, yığışdırmaq sözünü feildən düzəlmiş, yığışmaq feilindən yığışdırmaq düzəlibdir. Deməli və gəlik haldadır. C variantı doğru olacaqdır. Aslı tərəfi gəlik halda işlənmiş məsdərlə ifadə olunub. Toplaşmaq feili, toplaşmaq sözü birgəlik növdədir, amma yığışdırma sözü məlum növdədir. Ona görə səhvdir. Əsas tərəfi ismin təsirli halında işlənib. Aslı tərəfi özünə tabe edərək əsas tərəf ismin təsiri halında deyil, adlı halındadır. Ona görə E variantı yanlışdır. 7 ilə davam edirik. Neçə fikir cədvəlin yalnız bir xanasına yazıla bilər. Nanənin istədiyi dostumla mən sənin üçün dəstək olan. Müstəqil şəkildə cümlə üzrün ifadə vasitəsi ola da bilər, olmaya da bilər. Bunu birə də aid edə bilərik. Sonra burada aid edə bilərik. Ona görə bir deməli yalnız bir xanaya getməyəcəkdir. Yəni bunlar tərkibin daxilində gedərsə, nanənin istədiyi gələndə və yaxud da sənin üçün dəstək olan insanı görəndə yatdım nə zaman qaçdım nə zaman sənin üçün dəstək olan insanı görəndə. Görə burada müstəqil cümlə üzvü deyil. Amma sənin üçün dəstək olan insan gəldi. Gəldi kim insan? Hansı insan sənin üçün dəstək olan? Nanənin istədiyi gələndə sevindi. Sevindi nə zaman? Nanənin istədiyi gələndə. Burada tərkibin daxilindədir. Müstəqil cümlə üzvü deyil. Amma nanənin istədiyi kitab maraqlıdır. Maraqlıdır nə kitab? Hansı kitab? Nanənin istədiyi. Deməli, dostumla mən gəldim. Gəldim kim? Dostum kim? Mən. Gəldik. Burada müstəqil cümlə üzvüdür. Dostumla mən gələndə, burada isə müstəqil cümlə üzvü deyil. Ona görə 2-ni də demək bir hər üçünə gedəcəkdir. Deməli, işləndiyi cümlədə tərəfləri həmciz üz kimi özünü göstərə bilər. Bu ancaq bu nümunəyə aiddir. Digərləri parçalanmır. Mübtəda ifadə vasitəsi olarsa, mübtəda mürəkkəb ifadə vasitəsi sadə olacaqdır. Mübtəda mürəkkəb olacaqdır. İfadə vasitəsi, mübtədanın ifadə vasitəsi olarsa, nanənin istədiyi kitabdır. Nanənin istədiyi mübtədanın ifadə vasitəsi mürəkkəb olacaq. Bu bura aid olacaqdır. Daha çox bu üçüncü fikirdir. Bu bura da aid olacaqdır. Ona görə 3-ü götürə bilmərik. Təyini ifadə vasitəsini çıxış edə bilər. Burada aiddir. Burada aiddir təyini ifadə vasitəsi kimi işlənmək. İsim xüsusiyyətlərini daşıyaraq cümlədə işlənsə, yalnız tamamlıq və mübtədanın ifadə vasitəsi olacaqdır. Bu fikir yanlışdır. Çünki xəbərin də ifadə vasitəsi ola bilər bunlar. Ona görə burada fikirlərdən yalnız 2 doğru olduğu üçün doğru cavab B variantı olacaqdır. Davam eləyək. Aşağıdakı fikirlərdən neçəsi yalnız bir xanaya yazmaq mümkündür? Deməli, qonağın oxuduğu, uşaqların oxuyanları sənin gətirməyin, yaxşı oynamağın. Deyir, təyinin ifadə vasitəsi olmasa da mübtədanın ifadə vasitəsi ola bilər. Deməli, sənin gətirməyin, uşaqların oxuyanları və yaxşı oynamağın bunlara aiddir. Təyin ifadə vasitəsi ola bilmir, amma mübtədanın ifadə vasitəsi ola bilir. Sonra uşaqların oxuyanları sevindi. Sevindi kim uşaqların oxuyanları? Sənin gətirməyin məni sevindirdi, nə sənin gətirməyin. Bunlar təyin ifadə vasitəsi ola bilmir, mübtədanın ifadə vasitəsi ola bilir. 2-yə baxırıq. Əvvəlinə gəlik halda söz işlənsə ismi birləşmə olacaq. Bu aid olacaqdır bura. 2-ni götürürük, ancaq bura aid olur. Aslı tərəfdə gəlik halda olan söz işlənsə də feili birləşmədir. Qonağın oxuduğu, bu bura aid olacaqdır, ancaq bunu da bura götürürük. 4-ə baxırıq. Məsdər tərkibi də əsas tərəfində 2 qrammatik şəkil işlənib. 4 buradır. Oynamağın 2 qrammatik şəkilçisi var və məsdər tərkibidir. Feil sifət tərkibdə əsas tərəfi cəm şəkilçisi qəbul edirik, ismi xüsusiyyətini daşıyır. Feil sifət tərkibidir. Əsas tərəfi cəm şəkilçisi qəbul edib. Burada qonağın oxuduğu feil sifət tərkibidir. O da cəm şəkilçisi qəbul etmədiyi üçün 5 heç birinə getmir. Fikirlərdən 3-ü doğru olduğu üçün testin doğru cavabı A variantıdır. Feili birləşmə ifadə vasitəsi olduğu üzvlərə görə cüt-cüt qruplaşdırsa, kənarda qalan variantları seçməliyik. Evdə sakit otaqların sükunətini pozan o idi. Kim? Evdə sakit otaqların sükunətlərini pozan. Bu işi sənə tapşıranları tezliklə cəzalandıracaq.
kimi bu işi sənə tapşıranları. Burada mübtəda, tamamlıq, sonra gecə-gündüz oxumaqdan gözləri şişmişdi. Burada zərflik olmuş olacaqdır. Zərflik. Bütün günü televizora baxmaqdan bir şey çıxmaz. Nədən? Bütün gün televizora baxmaqdan. Burada da tamamlıq olacaq. Onun qapısında nicat ummaq bizə yaraşmaz. Bizə yaraşmaz nə? Onun qapısında nicat ummaq. Bu da mübtəda olacaq. 1 ilə 5-i, 2 ilə 4-ü birləşdirsək, 3 burada yalnız qalacaq. Testin doğru cavabı C bəndidir. Hansı fikir yalnız cədvəlin sol xanasında, yəni bu xanaya yazılacaq fikri müəyyən etməliyik biz. Qış soyuğu ilə insanlara oxşayan sərt fəsildir cümləsində ilk iki söz bu birləşmə qrupuna aiddir. Xeyr, fəsildir nə? Qış burada ayrıca müstəqil mübtəda kimi işlənir. İsim birləşmə tərəfi deyil, ona görə A bəndi səhvdir. Aslı tərəfində işlənən söz ismin müxtəlif hallarında ola bilər. Aslı tərəfdə olan söz isim birləşmədə bəli, isimin yerlik halında ola bilər, adlıq halında ola bilər, təsirlik halında ola bilər, yerlik çıxışlıq hallarında ola bilər. Ona görə bu doğrudur. Fe'li birləşməyə də aiddir bu fikir. Orada da isim müxtəlif hallarında da evə gələndə, evi görəndə, evdən gələndə, ona görə B bəndi getdi. Səhər yeməyini gətirəndə gec idi cümləsində işləndiyini əminlə demək olmaz. Burada fe'li birləşmə işlənib, bunu əminlə deyə bilir. Amma ismi birləşmə gec idi, nə zaman? Səhər, deməli, yeməyini gətirəndə, bir də səhər yeməyi, axşam yeməyi, səhər yeməyi, günorta yeməyi kimi isim birləşmədir. Bir səhər yeməyini gətirəndə gec idi, bir də səhər yeməyini gətirəndə gec idi. Əgər biz səhər yeməyi kimi götürsək burada isim birləşmə olacaqdır, amma səhər yeməyini gətirəndə kimi düşünsək isim birləşmə olmayacaqdır. Ona görə C variantı isim birləşmənin olub-olmadığını əminlə deyə bilmirik. Bu ancaq cədvəlin sol xanasına yazılacaq. Əsas tərəfi məsdərlər fe'li sifətlə ifadə oluna bilir. Bu hər ikisinə aiddir. Ona görə D-ni götürmürük. Bəlkə başına hava gələndən sonra belə olub cümləsində işlənib zərflik rolundadır. Burada fe'li birləşmə, isim birləşmə yoxdur. Ona görə E variantı yanlışdır. 11-dən davam edirik. Hansı birləşmələri təsvirlənməyən formaya aidliyini iki cür düşünmək mümkündür. Bura gələndən sonra bu ancaq fe'li sifətdir. Tapşırıqları etməmiş getmə nə zaman? Bir də tapşırıqları etməmiş tələbə, fe'li sifət və fe'li bağlama kimi düşünə bilərik. Səhərə xeyli qalarkən bunu götürmürük. Mövzunu danışanda kimdə, mövzunu danışanda nə zaman? Fe'li bağlama və fe'li sifət kimi götürə bilərik. Buralara dönərkən isə yalnız fe'li bağlamadır. 2, 4 A bəndi testin doğru cavabıdır. 12-ci testdən davam edirik. Həsəni tamamilə nüfuzdan salandan sonra onun tapşırıqlarını etmək sənə tapşırılacaq. Bunları həll etmək həvəsi yoxdursa işləmə cümləsinin təhlilinə əsasən doğru fikri müəyyən et. Fe'li bağlama tərkibi işlənib zərflik rolundadır. Burada fe'li bağlama tərkibi deyil. Nüfuzdan salandan sonra fe'li sifətdir. Qoşma heç vaxt fe'li bağlamalar qoşulmur. Andan çıxışlıq halda olan fe'li sifətdir. Ona görə bir yanlışdır. Məsələnin biri tərkib yaradır, biri isə tərkib yaratmayıbdır. Onun tapşırıqlarını etmək bu tərkibdir. Bunları həll etmək yenə də tərkib olmuş olacaqdır. Ona görə 2-ni götürmürük. Adlıq halda olan məsdər əvvəlində yerlik halda olan söz olduğu üçün isim birləşmənin əsas tərəfidir. Adlıq halda olan məsdərdə deməli əvvəlində yerlik halda olan söz olduğu üçün isim birləşmənin əsas tərəfidir. Burada elə bir məsdər yoxdur. Onun tapşırıqlarını etmək isim birləşməsidir. Adlıq halda olan məsdər deyil. Burada etmək sözü yerlik haldadır. Ona görə 3 yanlış olacaq. Elə bir məsdər görmədim mən. Yerlik halda işlənmiş məsdər quruluşca mürəkkəbdir. Burada daha doğrusu isim birləşmə deyil, buradadır. Etmək sözü bunları həll etməyin həvəsi yerlik haldadır. Yəni bu nümunəni, 3-cü nümunəni ifadə edən cümlə yoxdur burada. İfadə yoxdur, birləşmə yoxdur. Yerlik halda işlənmiş məsdər quruluşca mürəkkəbdir. Tərkib əmələ gətiribdir. Deməli tapşırıqlarını etmək, deməli həll etmək
Burada tapşırıqlarını həll etmək həvəsi. Aha. Həll etmək burada yəlik adı işlənmiş məsdərdir. Quruluşçada mürəkkəbdir, tərkibdə əmələ gətiribdir. Həll etmək mürəkkəbdir. Bunları həll etmək tərkibdir. Ona görə 4-ü doğru götürürük. Feili bağlama işlənməyən nümunədə feili sifət tərkib əmələ gətiribdir. Bağlama yoxdur, amma feili sifət burada tərkib əmələ gətirib 5 doğrudur. 4-5 C bəndi testinin doğru cavabıdır. Qız Yetərin onları bilməsi sədrin işlərini düzəltmək üçün yetərli deyildi. Cümləsinə əsasən uyğun fikri müəyyənləşdirin. Deməli, fərqləndirən sözü ixtisar edilərsə, sintaktik əlaqənin sayı azalacaqdır. Qız Yetərin bilməsi. Bəli, burada uzlaşma idarə var. Qız Yetərin getsə, həmin o uzlaşma idarə gedəcək. Fikir doğrudur. Qabanı yanlış yazıldığı üçün A-nı götürmürük. Feili sifət mürəkkəb feilin tərkib hissəsi deyil. Qız Yetərin olanlar bilməsi sədrin işlərini düzəltmək üçün yetər. Burada ümumiyyətlə feil sifət deyil. Deməli, feil sifət mürəkkəb feilin olanlar sözü. Mürəkkəb feilin tərkib hissəsi deyil. Bu fikir də doğrudur. Qabağında yanlış yazıldığı üçün B bəndini götürmürük. Yəlik halda olan ilk sözün ixtisarı söz birləşməsinin növünü dəyişmir. Bu fikir yanlışdır. Qız Yetərin sözünü çıxarsaq, deməli, olanları bilməsi məsdər tərkibi olacaq. Qabağına doğru yazıldığı üçün C-ni götürmürük. Təsviflənməyən formalardan yalnız ikisi tərkib əmələ gətiribdir. Qız Yetərin olanları bilməsi sədrin işlərini düzəltmək üçün yetərli deyil. Sədrin işlərini düzəltmək üçün. Deməli, burada ancaq bir dənə sədrin işlərini düzəltmək üçün məsdər tərkibi əmələ gətirib. Ona görə fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün D-ni götürmürük. Yəlik halda olan sözlər söz birləşməsinin aslı tərəfi, uzlaşma əlaqəsinin əsas tərəfidir. Qız Yetərin bu uzlaşma əlaqəsinin əsas tərəfidir, söz birləşməsinin aslı tərəfidir. Sədrin işlərində yenə də eyni qaydadadır. Bu fikir doğrudur. Qabağına doğru yazıldığı üçün eyni doğru cavab kimi götürürük. 14 ilə davam edirik. Tabelik əlaqəsində olan sözlərdən biri güllər sözüdürsə, müxtəlif sintaktik əlaqədə yalnız aslı tərəf kimi düşünmək mümkündür. Xeyr, güllər ətirlidir. Ətirlidir nə? Güllər burada əsas tərəfdə ola bilər. Ona görə bir yanlışdır. 2-yə baxırıq. Tamamlıqdırsa, şəxssiz cümlədə yalnız əsas tərəf olan sözə tabi olacaqdır. Bəli, tamamlıqdırsa ancaq bu xəbərə, şəxssiz cümlədə ancaq əsas tərəf olan xəbər olacaqdır. O xəbərə tabi olacaq. 2 doğrudur. Xəbərdirsə ümumi şəxsi cümlədə həm əsas, həm də aslı tərəfin ifadə vasitəsi olacaq. 3 yanlışdır, çünki ümumi şəxsi cümlədə mübtəda ola bilmir, yenə xəbər orada aslı tərəf ola bilmir. Qopardı feili isə cümlədəki daş sözü ilə sintaktik münasibətinə görə dəyişə bilər. Bəli, daş sözü bir də daş qopardı, nəyə qopardı mənasına idarə əlaqəsində olacaqdır. Daş qopardı, qopardı nə? Daş burada mübtəda ilə uzlaşma əlaqəsində olacaq. 4 ona görə doğrudur. Demək 2-4 D variantı testinin doğru cavabıdır. 15-ci testdən davam edək. Aha.